Hər dəfə olduğu kimi qonaq otağının bu dəfə də maraqlı bir ziyalı qonağı oldu. Qonağımız Quba rayon Şuduq kənd Ağsaqqallar Şurasının sədri, eyni zamanda uzun illər pedaqoji sahədə çalışmış Gülbaba Kərimov idi. Gülbaba müəllim verilişimizdə öz maraqlı həyat tarixçəsini danışdı. Əgər onun ömür yolu, keçdiyi ömür yolu, xatirələri, uşaqlıq xatirələri sizə də maraqlıdırsa, həftənin 5-ci günü saat 12-də qonaq otağı verilişini izləməyi unutmayın. Mən pedaqoji məktəbdə oxuyanda deməli piyada, qışın şaxtasında piyada Şuduq, Qaraçay, Amsar, Qubaya, indiki kərpic zavodunun yanından gəlirdik. Onu da deyə bilərəm ki, bizim ayaqqabımız da o dərəcədə olmurdu. Çox çətinliklə axır burada 2 ili başa vurdum. Ondan sonrasa Şamaxı Pedaqoji Məktəbində dərs aldım. Bu şəraitdə biz oxuya bildik. Çətinliklər, əvvəlki çətinliklər gələcəyin xoşbəxtliyi idi, gələcəyin bir növ azadlığıdır. Çətinlik indi də olsa mən öyrəşmişəm. O çətinliklərdən qorxmuram. Artıq 86 yaşdayım. Çətinliklər dəf edə bilirəm səbirlə.